Moped sürücülərinin təhlükəsizliyi üçün dəbilqədir, qolluqdur, dizlikdir. Bu kimi qoruyucu vasitələrdən hər hansısa bir konkret tələb varmı ki, bunlar olmalıdır? Nəqliyyat vasitəsi yüksək təhlükə mənbəyidir. Və Moped daha yüksək təhlükə obyekti hesab edilir. Mopedlə baş verilən yol nəqliyyat hadisələri zamanı onun sürücüsünün xəsarət alma ehtimalı daha yüksəkdir. Və sürücülər bunu nəzərə alıb, təhlükəsizliyini təmin etmək üçün, xəsarət almalarının qarşısını almaq üçün mövcud bildiyimiz vasitələrdən istifadə etməlidirlər. Lakin qanunvericilikdə yalnız dəbilqənin geyilməsi vəzifə olaraq, şərt olaraq, tələb olaraq təsbit olunmuşdur. Yəni sürücü hərəkətə başlamazdan öncə özü və sərnişin daşıyırsa, sərnişin moto dəbilqə geyməli və onu düymələməlidirlər. bu moto dəbilqə sürücüyə də aiddir, sərnişinə də aiddir, düzdürmü? Bəs bu pozulduqda, yəni taxmasalar, cərimələr necə olacaq? Yəni bu qayda pozularsa, yəni sürücü və ya sərnişin və yaxud hər ikisi dəbilqəni geyinməzlərsə, onları İnzibati Xətalar Məcəlləsinə görə, bu xətaya yol verdiklərinə görə tənbeh onlara qarşı tətbiq edilə bilər. Sürücü dəbilqəni geyinmədiyinə görə və ya dəbilqə geyinməyən sərnişin daşıdığına görə, sərnişinin dəbilqə geyinməsini təmin etmədiyinə görə 40 manat cərimə oluna bilər. Sərnişin də dəbilqə geyinmədiyinə və ya onu düymələmədiyinə görə 30 manat cərimə oluna bilər.